55 ildir təmir olunan yol. Olunmayan. Olunmayan daha doğru. Olunsaydı nə gözəl olardı. 55 ildir təmir olunur, bitmir də. Sabunçuda da həmin yol. Yolun gözü yol çəkir deyirlər. Bəli, gözləyirlər ki, nə vaxt onların yüzünə işıq, günəş doğacaq. 55 ildir təmir olunmayan yoldan reportajımız var. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Novruz küçəsi 86-92 ünvanındayıq. Burada yaşayan sakinlərin şikayəti yollarının bərbad vəziyyətdə olmasındandır. Onu da deyim ki, bu yolla sonuncu dəfə asfalt 1970-ci ildə çəkilib. Ondan sonra bir dəfə də olsun yol asfaltlanmayıb. Qış aylarında isə vəziyyət daha da acınacaqlı olur. Nə az, nə çox, üstündən 55 il ötüb. Bu 55 ildə yola 5 dəfə əl gəzdirən olmayıb. Sakinlər öz hesablarına qapılarının qarşısına çınqıl töküblər. Amma bu problemi həll etməyə kifayət deyil. Xüsusən o yağışlı günlərdə, isti günlərdə toz, torpaq, palçıq, su dizə çıxır. Uşaqlar, sakinlər yolu keçə bilmir. Yağış yağandan sonra su məhəlləni basır. Yəni artıq 150 dənə sakin var, yəni burada evlər var, həyətlər var. Gündə onlarla insan bu məhəllədən, yağışlardan sonra keçə bilmir, əziyyət çəkirlər, uşaqlar məktəbə gedə bilmir. Yaxında məktəb yerləşir. Sakinlər problemlə bağlı dəfələrlə müvafiq qurumların qapılarını döysələr də, amma heç bir xeyri olmayıb. Keçən ilə gəldilər, gökü yol çəkirlər. Gəldilər, gəldilər, ölçdülər, biçdilər, hər çəkəcək arxayın, hələ çəkirlər. Haçan bunu çəkib qutaracaqlar? Biz hələ neçə il bu palçığın içində üzləyik. Mənim 65 yaşım var, 65 il mən bu palçığın içində geçmişəm. Mənim nəvələrim gedir məktəbə, universitetə, gəlinim gedir işə. Çox zülüm çəkirlər. Maşın oldu, oradan keçirlər, maşın olmadı, yox. Palçıq hamı izinhar eləyib. Uşağın təmiz geyindiririk, büro salırıq, geri gəlir palçığın içində. Buna bir əncam çəkilməlidir. Neçə dəfələrlə hər yerə şikayət eləmiş, heç gün baxmır. Sabunçu rayon icra hakimiyyətindən bildirdilər ki, Bakıxanov qəsəbəsində qəsəbə daxili yolların asfaltlanması Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Novruz küçəsində də yolun asfaltlanması ilə bağlı tədbirlərin investisiya proqramına əlavə edilməsi üçün Sabunçu rayon icra hakimiyyəti tərəfindən aidiyyatı üzrə müraciət olunub. Uşağı təmiz yola salırıq, palçıq içində qayıdırlar. Bəs bu nə vaxta qədər davam edəcək? Deyirlər ki, investisiya layihəsi çərçivəsində təmir olunmasına görə müraciət olunub aidiyyatı quruma hələ ki bir cavab yoxdur.